Əssalam aleykum əziz bacı və qardaşlarım. Bugün sizinlə yenə gözəl əxlaqlı olmaq haqqında danışacağıq. Bugünkü mövzumuz insanları xoş görməkdir. Bismillahirrahmanirrahim başlayaq. İnsanları xoş görmək. Axir zamanda ehtiyacımız olan bir xasiyyət insanları xoş görməkdir. Bunun ən gözəl növü hüsnü zənn etməkdir. Şeytan və nəfsimiz hər işə başlayanda, bir imtahanla qarşılaşanda və ya biri ilə bir söhbət edəndə həmişə pis düşünməyimizi istəyir. Məsələn, bir dərsə və ya imtahana hazırlaşanda onsuz da olmayacaq, istədiyin universitetə daxil ola bilməyəcəksən və ya bir iş qurmaq istəsən onsuz da alınmayacaq, kim səninlə işləyər ki və ya günah etsən. Allahın sevmədiyi bir şey etsən onda da Allah səni bağışlamaz, Allahın huzuruna bu qədər günahla necə çıxacaqsan və s. deyə aldadıb suizən, yəni pis düşündürür. Halbuki Allah bizə mən qulumun zənni üzərəyəm, yəni əgər biz yaxşı düşünsək Allah həm bizdən razı olar, həm də işimizi xeyirli edər. Məsələn, bir imtahanla qarşılaşsan, bu niyə başıma gəldi? İndi mən nə edəcəm? Kimi sözlər demə. Başına gələn hadisəni sevməsən də unutma ki Allah bizə əsla pis bir şey etməz. Allah Qurani Kərimdə buyurub, ola bilsin ki sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. Əllərini aç və Rəbbinə təslim olub belə de, Rəbbim bilirəm sən mənə əsla pis bir şey nəsib etməzsən. Sən mənimləsən. Bu imtahanda mənə kömək et yalvarıram, de və səbrlə gözlə. Rəbbimiz, Allah səbir edənlərlədir. Deyə buyurmuşdur. İnsanlarla münasibətdə də onları Allah üçün xoş görmək Peyğəmbər əxlaqıdır. Rasulullah sallallahu əleyhi və səlləm iki şeydən birini etmək xüsusunda sərbəst buraxıldığı zaman, günah olmadığı təqdirdə mütləq onların ən asanını seçərdi. Peyğəmbərin sallallahu əleyhi və səlləm alış-veriş edənlərdən bir xahişi vardı. Əgər müştəri peşman olar, aldığı malı geri qaytarmaq istəyərsə və ya satıcı peşman olar, satdığı malı geri götürmək istəyərsə, bu xüsuslarda anlayış göstərməlidir. Rasulullah sallallahu aleyhi və səllam alış-verişdə asanlıq göstərənə Allah Teala'nın da asanlıq göstərəcəyini bildirmişdir. Heyzə, Peyğəmbər sallallahu aleyhi və səllam həyatı boyu heç kimi incitməmişdir. Müharibə şəraiti xaricində bir xidmətçiyə, bir qadına və ya hər hansı bir kimsəyə əli ilə vurmamışdır. Özünə pislik edənlərdən intiqam almamışdır. Rasulullah sallallahu aleyhi və səllam bir sahabəsinə bunları tövsiyə etmişdir. Əgər kimsə sənə söyər və ya səndə olduğunu bildiyi bir səbəblə səni ayıblayarsa, sən onun haqqında bildiyin şeylər səbəbilə onu ayıblama. Onun bu hərəkətinin vəbalı özünə aiddir. Allah Teala qulunu bağışlayan kimsədən razı qalar və digər qulları yanında onun dərəcəsini yüksəldər. Allah sizdən razı olsun. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmi tanıyıb onun əxlaqı ilə əxlaqlansaq hər birimiz çox xoşbəxt olarıq. Gəlin biz ilk addımı atıb özümüzü Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin əxlaqı ilə əxlaqlandıraq. Onda ətrafımızdakıların da dəyişdiyini görərik. Vəssalam, Allaha əmanət olun.